Qorxmaq zəiflikdirmi? Yoxsa qorxu bizi qoruyan, bizi ayıq saxlayan bir gücdür. Hər kəs qorxur, amma bəziləri qorxduğunu gizlədir. Bəziləri isə qorxunu tanıyır, qəbul edir və onunla birgə irəliləyir. Bugün qorxu haqqında danışacağıq, amma fərqli bir şəkildə. Qorxmaq zəiflik deyil. Qorxu bəzən içimizdəki hazır deyilsən mesajıdır. Qorxu səni qoruyur. Qorxu ilə savaşma, onu dinlə. Çünki qorxu həm də bizə istiqamət verir. İnsan qorxduqda ya donur, ya da mübarizə aparır. Amma ikinci yolda var. Qorxuya baxaraq irəliləmək. Cəsur olmaq, qorxmamaq deyil. Cəsur olmaq, qorxaraq da olsa addım atmaqdır. Ən güclü insanlar qorxularını inkar etmirlər. Onlar qorxularını tanıyır və onu gücə çevirirlər. Bəlkə də bugün dünyanın ən məşhur rapçisi olan Eminem. Bir zamanlar o da qorxurdu. Uşaqlığı yoxsulluq, ayrılıq və şiddət içində keçmişdi. Özünü qorxmuş balaca ağ oğlan adlandırırdı. Bəs nə etdi? Qorxularını sözlərə çevirdi. Daxili ağrısını musiqiyə köçürdü. Bugün milyonlarla insan onun sözlərindən güc alır. Qorxmaq onu zəif etmədi. Qorxu onu özü etdi. Bəlkə də qorxmaq güclü olmaq yoludur. Öz qorxunu tanı, onu gizlətmə. Çünki qorxunu tanıyan insan özünü tanımağa başlayır. Səncə qorxmaq zəiflikdirmi? Şərhlərdə fikrini yaz. Videonu bəyəndinsə, paylaş və kanala abunə ol. Bu sənin üçün güc yolunun başlanğıcı ola bilər.